Carrot cake, kökdən hazırlanmış kek. Çox dadlıdır. Mənim uşaqlarım çox sevir onu. 4 dənə yumurta, 150 qram şəkərlə qaçdırırıq mikserlə. Sonra ora qatırıq kök. 225 qram. Sodanı qaçdırırıq üzüm sirkəsi ilə. Qatırıq kütləyə, vanil qatırıq və yağ. Ya bitki yağı, ya da mən bugün necə qatmışam, kərə yağı. 225 qram un bura gedir. Və sonra qatırıq 50 qram qoz ya da badam. Tökürük formaya və 180 dərəcədə harca 45 dəqiqə pişir. Keki həmişə mən glazurunu üstündən tökürəm. Çox gözəl dad verir ona. Uşaqlar da belə sevirlər. 120 qram şəkər kirşanı, 10 qram su, 10 qram limon suyu qaynatırıq və hazırdır. Kekin üstünə tökürük. Çox dadlıdır.